Herkese salam, kanalıma xoş gəlmisiniz. Ürəyinizə qutab düşüb, amma hazırlamaq üçün, lavaşlarını yaymaq üçün ərinirsinizsə, sizə çox rahat yolla necə hazırlamaq olarsa onu göstərəcəm. Mən göyərtilərimi qəşəng yumuşam, süzülüb suyu da. İndi bunları qəşəng doğrayıb gədirəm. Onu da qeyd edeyim ki, qutabın daha ləzzətli olmağını istəyirsinizsə, qutabı soğanı qəşəng qovurduqdan sonra əlavə edin, çox ləzzətli alınır elə də. Göyərtini qəşəng doğradım. İndi bunun üzərinə qovurduğum soğanı da əlavə edirəm. Və üzərinə də biraz duz əlavə edib qəşəngcə qarışdırırıq. Göyərtini yaxşıca qarışdırdıqdan sonra duzu falan hər şeyi əlavə edin. Sonra qəşəng qarışdırın ki, bütün qutabların hamısının ləzzəti eyni dərəcədə olsun. Bizə indi lazımdır bir dənə kasada qəşəng su və marketdən aldığımız hazır lavaşlarımız. İndi bunun arasına göyərtini əlavə edəcəm və yayacağım. Göyərtini hər tərəfinə yaydıqdan sonra kənarları qəşəng yapışsın deyə bu kənarlarına su ilə belə isladıram. Çünki xəmir deyil də, bu hazır bişmiş çörəkdir, artıq yapışmaya bilər. Hər tərəfini belə islatdıqdan sonra tabımız hazırdır. Yəni hazırdır deyəndə ki, bunu qəşəng bişiririk. Qəşəng tavamızı qızdırdıqdan sonra bu hazırladığımız qutabı tavaya qoyuruq. Biraz böyük olub qutabımız, tavadan böyük olub. Mənim yenə videonu çəkərkən ştativim qırıldı. Çox təəssüf ki, əlimlə çəkəcəm indi. Bunu belə o bir tərəfi qızardıqdan sonra çeviririk. Görürsünüz ki, çox gözəl qızardı. İnanın ki, bu sacda bişən qutab kimi çox ləzzətli alınır. Buna mən belə ad qoymuşam, tənbəl qutabı. Həm tənbəl qutab ola bilər, həm də tezbazar qutab ola bilər. Sizcə hansı ad daha yaxşı yaraşdı? Ya da ki, gültac üsulu. Məncə bu daha qəşəng oldu. Gültac üsulu qutablar. Qutabımız hazırdır. Qəşəng indi yağlayayım bunu. Əlbəttə ki, bir dənə hazırlamıram. Çox hazırlayacağım. Bunu sadəcə sizə göstərmək üçün içinin necə pişirsə ona görə yağlayacağım, içini göstərəcəm. İsti-isti yağlayırıq ki, yağ qəşəng üstündə ərisin. Soğanı da bişirdiyib qatdığıma görə, yəni içində heç bir problem olan deyil. Yəni soğanı falan hazır bişmiş haldadır. Buradan sizə göstəreyim. Onsuz da ki, yəni lavaşda da olsa, qutabın içindəki göyərtilər tam bişmir. Ona görə də mən bu üsulun çox rahat və çox professional, çox ağıllıca olduğunu düşünürəm. Qəşəng belə hazırlayırsınız və nuş olsun. Sözün həqiqi mənasında sacda bişən qutabdan bir fərq yoxdur. Sizdən soruşsalar ki, bu nə üsullu qutabdır, siz də deyərsiniz gültac üsulu. Və gördüyünüz kimi qutablarımız hazırdır. Görürsünüz, heç bir fərqi yoxdur. Yəni lavaş bir-bir açmaqdansa bu cür hazırlaya bilərsiniz. Bunlar bizim, bunlar da yuxarı aparım, qaynatama verim, o da yesin. Bu arada məni takib atmağı, bəyənməyi unutmayın belə rahat reseptlər üçün. Gələn videolarda görüşmək üzrə. Sağ olun, sağlıqla qalın.